Bugün sizlərlə ləzzətli, yumşaq kekin hazırlanmasını bölüşürəm. Gəlin birlikdə baxaq. Qaba yumurta, şəkər tozu əlavə olunub ağarana qədər qarışdırılır. Üzərinə yumşaq kərə yağı, süd əlavə olunur. Video baxa-baxa siz də yaddaşa alın, hazırlayın. İnanıram ki, bəyənərsiniz. Hazırlayan xanımlarımız ümumiyyətlə peşman olmaz, çox ləzzətli olur. Sonda üzərinə kök, doğranmış qoz, vanilin, qabartma, un, darçın əlavə edib qarışdırılır. Yağlanıb unlanmış kek qəlbinə əlavə olunub əvvəldən qızdırılmış sobada bişirilir. Kekimizin tam soymağını gözləyirik. Sos hazırlanır. Tavaya süd, şəkər tozu, qarıdalı nişastası, vanilin əlavə olunub qatılaşana qədər bişirilir. Sonda üzərinə kənara alıb ağ şokolad əlavə olunub qarışdırılır. Kekin üzərinə əlavə olunur və istədiyiniz kimi üzərini bəzəyib süfrəyə verərsiniz. İnanın, çox ləzzətli olur. Səhifəni takib etməyənlər takibə alın. Yeni videolardan sizlər də xəbərdar olmuş olun. Bu isə artıq hazır. Gəlin yumşaqlığına baxaq. Müsibət. Hələlik.